Vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər, xüsusən 11-ci sinif şagirdləri. Bugün 9 mart 2026-cı il, bilirsiniz ki, 11-ci siniflər üçün din buraxılış imtahanı keçirdi və 1-ci zona üçün. Mən bugün sizə qrammatikadan 10 sualın izahını verəcəm. Gəlin baxaq 31-ci suala. Qələmi tənzimləyim. Aha, normal. Nəhayət hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməmi aldım. Nə etdim? Aldım. Kim aldı? Mən aldım, amma mübtəda yoxdur burada. Mən burada buraxılıb. Mən cümlənin mübtədasıdır. Və belə olduğu halda siz C-ni çıxa bilərdiniz. Məsələn, burada mübtəda var. Sonra baxaq. Hərbi xidməti başa vurduqdan sonra, nə zaman? Başa vurduqdan sonra, burada tərkib əmələ gətirmişdi, zərflik vəzifəsindədir. Şəhadətnaməmi nəyi aldım? Şəhadətnaməmi aldım. Haradan aldım? Gimnaziyadan aldım. 2 zərflik yanaşı gəlmişdi və bir də tamamlıq cavab olur E variantı. 32. Hansı cümlədə fe'li sifət tərkibi işlənib? Baxaq. Ev sahibləri gələn qonaqları mehribanlıqla qarşıladılar. Gəlin, nə etdilər? Qarşıladılar. Kim? Ev sahibləri. Kimi? Qonaqları. Necə, nə cür? Mehribanlıqla. Hansı qonaqları? Gələn qonaqları. Burada tərkib istədiyi üçün bizdən. Burada fe'li sifətdir. Ona görə A-nı çıxıram. Ahəstə süzən qartal anidən şikarına tərəf şığıdı. Qartal şığıdı. Hansı qartal? Ahəstə süzən qartal. Burada bəli, fe'li sifət tərkibi işlənmişdi. 32-də B variantı olacaq. Amma yenə də digərlərinə baxaq. Asif yazılmış məktubu qatlayıb zərfə qoydu. Nə etdi? Qoydu. Kim qoydu? Asif. Nəyi qoydu? Məktubu. Hansı məktubu? Yazılmış məktubu. Görürsünüz ki, burada fe'li sifət. Demək, nə ilə ifadə olunub? Yox. Daha doğrusu, təyin fe'li sifətlə ifadə olunub. Tərkiblə ifadə olunmayıb. Çıxıram C-ni. Dostum, oxuyan. Dostum, oxuyan məqsədinə çatar. Burada xitabdır bu, dostum. Ona görə mübtədanın xətti kimi görünməz. Onu silim oradan. Kim çatar? Oxuyan çatar. Burada görürsünüz ki, oxuyan fe'li sifətdir, tərkib deyil, çıxıram. Yaşıllaşan ağaclar göz oxşayırdı. Ağaclar, hansı ağaclar? Yaşıllaşan ağaclar. Burada fe'li sifət tərkibi yox. Fe'li sifət işlənmişdir. Cavab olacaq 32-də B. 33. Nümunə ilə bağlı yanlış fikir istəyir bizdən. Yerimək öyrətdin tutub əlimdən. Dolaşdım aranı, dolaşdım dağı. Balana yerimək öyrədincə sən gərək öyrədəydin yıxılmamağı. Bəxtiyar Vahabzadədən belə bir şeir verilib bizə və yanlış fikir istəyir bizdən. Əvəzliyin bir məna növündən istifadə olunmuşdu. Baxıram, burada sən öyrədəydin. Digəri yoxdur və bu düzgündür. A variantı düzgündür. Yönlü halda işlənmiş söz mənsubiyyət şəkilçilidir. Baxıram, balana, balan sözündə bəli, N mənsubiyyət şəkilçisidir. Yəni, yanlış deyil burada 33-də B-ni çıxıram. İkinci misrada işlənmiş isimlər təsirli haldadır. Baxın, dolaşdım aranı, dolaşdım dağı. Nəyi aranı, dağı? Bu da düzgündür. İsimlər həqiqətən də təsirli haldadır. Təsriflənən feillərin hamısı xəbər şəklindədir. Öyrətdin, demək, xəbər şəklindədir. Dolaşdım, xəbər şəklindədir. Balana yerimək öyrədincə sən gərək öyrədəydin yıxılmamağı. Təsriflənən feillərin hamısı xəbər şəklindədir fikri. Baxın digərinə, yerimək öyrətdin. Öyrətdin. Aha, tutaraq əlimdən. Dolaşdım. Dolaşdım, xəbər şəklindədir. Dolaşdım dağı. Balana yerimək öyrədincə sən gərək öyrədəydin yıxılmamağı. Öyrədəydin. Öyrədəydin. Burada gərək var da, arzu şəklindədir. Ona görə cavab olacaq D variantı. Yalnız qrammatik mənası olan bir söz işlənmişdir. Gərək sözü var burada. Gərək kaş mənasında. Demək, ədat işlənmişdir. 33-də cavab olur D variantı. 34. Tərz hərəkət zərfinin təsriflənməyən feilə aid olduğu nümunələri istəyir bizdən. Tamamilə xəbərsiz idi ki, necə gəliblər? Burada görürəm ki, təsriflənməyən feil ümumiyyətlə işlənməmişdi. Ona görə biri çıxıram. Birləri çıxıramsa B-ni, Y-ni çıxıram. Belə danışmağın heç bir əsası yoxdur. Baxıram ki, burada danışmaq təsriflənməyəndir. Amma belə sözü burada tərz hərəkət zərfi deyil. Əvəzlikdir burada. Ona görə çıxıram 2-ni. 2-ləri də çıxanda cavab qalır avtomatik 4, 5, 6. Amma yenə baxaq. Onlar ev yiyəsi ilə gülə-gülə salamlaşıb içəri keçdilər. Salamlaşıb burada, demək, təsriflənməyən feildir. Gülə-gülə də tərzi hərəkət zərfi yox, elə feili bağlamadır. Yəni, bu da feili bağlamadır. Əsas tərəfdə, elə aslı tərəfin də bir tərəfi feili bağlamadır. Ona görə 3-ü də çıxıram. Şuşada çiyin-çiyinə döyüşdüyü dostlarını heç vaxt unutmurdu. Döyüşdüyü burada feili sifətdir. Bunun da əvvəlində çiyin-çiyinə, bəli, zərfdir. Zərf.
Ona görə 4-ü götürürəm. Öz uğurlarını iftixarla danışan sədr indi susmuşdu. Burada tərz hərəkət zərfinin təsviflənməyən feilə aid olduğu hissə, danışan burada təsviflənməyən feildir. İftixarla bəli, zərfdir. Tərz hərəkət zərfidir, götürürəm. Dilucu təşəkkür edib çölə çıxdı. Təşəkkür edib demək feili bağlamadır və onun qabağında işlənən dilucu da tərzi hərəkət zərfidir. 4, 5, 6 cavab C variantı. Uyğunsuzluğu müəyyən edin. Vasitəsiz nitqli cümlə, durğu işarələri buraxılıb təbii ki. Vasitəsiz nitqli cümlənin sxemi. Demək, cümlə verilib və sxemini biz tamamlamalıyıq. Qarı biraz düşünüb, burada 2 nöqtə qoyuram və sonra dırnaq işarəsi açıram. Yaxşı qərar sənindir, dedi. Bax, dedi hissəsi varsa, deməli, vergül tire qoydum. Demək, burada doğrudur. A, doğrudur. Bəli, dedi. Bir dəfə yerli bələdçilərlə qorumağa getmişdik. Burada bəli, burada vasitə, yox, ümumiyyətlə bu səhvdir, yəni. B variantı səhvdir, bəli, uyğunsuz elə bu variantdır, yəni. Burada, bilirsiniz niyə? Bəli, dedi. Dedi burada müəllifin sözüdür. Bundan əvvəl vasitəsiz nitq gəlməli idi birincisi. Sonra yenə də vasitəsiz nitq gəlməli idi. Ona görə B yanlışdır. Biz demək olar ki, çatmışıq deyə, bax, bura qədər vasitəsiz nitq, sonra vergül tire, dırnaqlarda unutmuruq, deyə Səlim gülümsədi. Bu da müəllifin sözü düzdür. Mən buradayam, komandir. Cəld dilləndim. Bura gələ bilərsinizmi? Burada demək, vasitəsiz nitq, müəllifin sözü vasitəsiz nitq demək, ardıcıl olaraq sadalanır da, yəni. Demək, mən buradayam, komandir. Bu vasitəsiz nitqdir. Dırnaq açırıq və dırnağı bir də sonda bağlayacaq. Sonra, cəld dilləndim. Bax, burada müəllifin sözü. Daha sonra yenə də vasitəsiz nitq. Bura gələ bilərsinizmi? Sual işarəsi. Və yenə də dırnağı bağlayıram. Baxıram ki, bu sxemdə ona uyğundur. Çıxıram. Kapitan səmimiyyətlə dedi. Burada müəllifin sözü var. Sonra açıram dırnağı. Sizi təbrik edirəm, leytinant. Burada da vasitəsiz nitq doğrudur. Cavab 35-də B variantı. Keçirik digərinə. Klasteri tamamlaya bilməz. Səs və hərflərin sayı bərabərdir. Burada biz eləsin götürməliyik ki, 2 variant, daha doğrusu 2 yerə uyğun olaraq. Onlar tamamlaya bilməsin. Uşaqcanlı sözündə uşaqcanlı formasında tələffüz olunur. Açıq, aşkar. Demək, burada karkeş şəkilçi deyil. Onu nəzərə alın. Demək, burada deyir ki, klassiyayı tamamlaya bilməz. 3 cingiltili samit işlənmişdir. Baxıram. Ş kardır, x kardır, c cingiltilidir, n cingiltilidir, n cingiltilidir. Burada baxıram. Demək, kardır, ç, g cingiltilidir, ş kardır, c cingiltilidir, cingiltilidir. Burada deyir ki, 3 cingiltili samit işlənmişdir. Bir dəqiqə. Burada aşkar sözündə g, r, ç kardır, g cingiltilidir. Burada 3 cingiltili samit işlənmişdir. Fikir əslində doğrudur. Tamamlaya bilər. Birləri çıxaq. Sonra g samitinin kar qarşılığı işlənmişdir. Burada işlənib. Birincidə işlənib, ikincidə işlənməyib. 2-ni götürürəm burada. Açıq sahitlərin sayı qapalı sahitlərin sayından çoxdur. Açıq sahitlərin sayı, qapalı sahitlərin sayından çoxdur. Xeyr, bu ödəmədi. Yəni, burada bərabərdir uşaqcanlı sözündə. 3 yanlışdır. Demək, buna minus, buna da minus qoydum. Deyilişi ilə yazılış arasında 2 fərqli məqam var. Baxıram ki, uşaqcanlı sözündə uşaq qı xıya keçmişdi. N da l da n-ya keçmişdi. Səhv yazdım yerini. Uşaqcan l n-ya keçmişdi. Burada 2 dənə fərq var, düzdür. Baxıram, açıq aşkar sözündə də qı xıya keçmişdi. Q da c-ya keçmişdi. Bəli. Deyiliş yazılış 2 fərqli məqam var, fikri doğrudur. Yanaşı işlənən kar və cingiltili samit var. Gəlin elə buradan doğruları çıxaq. Birləri çıxdım. Eləcə də 4-ləri çıxım. Cavab qalır yenə də 2, 3, 6. Amma yenə də baxaq. Deyilişi ilə yox. Yanaşı işlənən kar və cingiltili samitlər var. Yanaşı işlənən kar və cingiltili samitlər var. Bir dəqiqə. Kar və cingiltili samit. Kar qarşılığı olan bir samit işlənmişdir. Demək, yanaşı işlənən kar cingiltili samit burada x-cı, bir də ş-cını deyir də. Demək, 5 də düzdür. Kar qarşılığı olan bir samit işlənib. Kar qarşılığı olan bir samit ş-nın bir samit yox.
Bir dəqiqə, bir samit. Hə, burada kar qarşılığı olan bir samit deyirsə, c-ni nəzərdə tutur burada. Birinci sözdə c-ni nəzərdə tutur. Burada isə kar qarşılığı olan ç-nın kar qarşılığı var. Sonra g-nin kar qarşılığı. Bu ödəmədi, yəni şərti. Ona görə 2-3-6 olacaq elə orada cavab. 37. Nümunələr əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Gəncliyim, şərəfim, müqəddəratım, bir ürkək ceyranın əlinə düşdü. Mikail Müşfiqdən belə bir misra verilib. Qayıt yerinə qoy ayı günəşi, yenə olduğu tək görüm həyatı, qayıt gözüm nuru, könlüm atəşi. Qayıt zəhmana sal bu kainatı. Və burada da bizə verilib ki, hər ikisinə aid nümunələr. Baxaq indi burada nitq hissəsi ilə ifadə olunan həmcins üzvlər işlənmişdir. Baxın, gəncliyim, şərəfim, müqəddəratım, bəli, nitq hissəsinə ifadə olunub. Ayı günəşi yerinə qoy, bəli, bu doğrudur. Bir doğrudur. Bir olmayan variantlar ümumiyyətlə çıxaq. Sonra baş üzvlərdən birinin həmcinsliyi var. Baxıram ki, şərəfim, müqəddəratım, demək, gəncliyim, şərəfim, müqəddəratım. Bəli, burada nə mübtəda var, bəli. Qayıt yerinə qoy ayı, günəşi, yenə olduğunda görüm həyatı. Qayıt gözümün nuru, könlüm atəşi, qayıt zəhmana sal var burada da. Həmcins üzvlər uzlaşma əlaqəsində əsas tərəfdir. Baxın, həmcins üzvlər deyir ki, uzlaşma əlaqəsində əsas tərəfdir. Uzlaşma əlaqəsində. Yəni, burada axı yox. Bu, qayıt gözümün nuru, könlümün atəşi. Burada müraciət edir də, yəni yox. 3 doğru deyil. Sonra keçdik 4-ə. Nümunələrdən yalnız birinə aiddir. 2 fərqli cümlə üzvü həmcinsdir. Baxın, burada 2 demək, cümlə üzvü həmcinsdir. Aha. Burada mübtəda həmcinsdir. Burada yerinə qoy ayı, günəşi, nəyi? Demək, tamamlıq. Bu ikisi də aiddir. 2 fərqli cümlə üzvü həmcins. Bu doğru fikirdir. Amma nümunələrin yalnız birinə aiddir fikri doğru deyil, yəni burada. Həmcins mübtədaların ifadə vasitəsi söz birləşməsidir. Həmcins mübtədaların, demək, gəncliyim, şərəfim, bir ürkək, yox, burada birinə aiddir. Yox, heç birində, yəni həmcins mübtəda heç birində yoxdur da, yəni. Demək, burada demək, 1-i, 2-ni, 4-ü götürdüm. 1, 2, 4. Aha. 5 yox, 5 hər ikisinə aiddir. Həmcins tamamlıqla işləmişdir. Bəli, birinə aiddir. Bu, ikinci sxemə aiddir, yəni. Demək, buradan da 6-nı götürürəm. Demək, 1, 2, 4, 6 cavab eləyir B variantı. Biri mürəkkəb addır. Burada mürəkkəb ad C-dir. Novruz bayramı. Cərgələrin birində sözlər bu sxema uyğundur. Yəni, kök 2 leksik şəkilci. Peşə sözündən peşəkarcasına, küs sözündən küskündür. Görsən, bu ödəmədi. Dahi sözündən dahiyanə ödəmədi. Çəkdən də çəkil, çəkiliş. Bu ödəsə də dahiyanə ödəmir. Gön sözündən genəlt, ir. Yüksək sözündən yüksəklikdəki. Aha, bu uyğun gəldi. Tanı sözündən tanış, tanışlıq. İş sözündən işlə, işlədikcə. Bu uyğun gəlmədi. Oxşa sözündən oxşarlıq. Bərk sözündən bərkit yaranır. Bu da uyğun gəlmədi. Elə cavab olur D variantı. 40 və sonuncu sual. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə dəlalət edir cümləsi ilə bağlı. Doğru fikirdir. Aha, gəlin baxaq görək. Quruluşca təhlil eləyək. Dəlalət edir. Nə? Uğurlar. Hansı uğurlar? Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar. Nəyə dəlalət edir? İdmana qarşı xüsusi diqqət göstərildiyinə. Bu da tamamlıq. Quruluşca mürəkkəb xəbər şəklində olan feil xəbərin ifadə vasitəsidir. Quruluşca mürəkkəb doğru fikir istəyir də bizdən. Aha. Xəbər şəklində olan feil, yəni dəlalət edilir. Xəbərin ifadə vasitəsidir. Feil, xəbərin ifadə, bəli, adı ilə. Feillər qayıdış və məlum növdədir. Baxıram ki, qazandığı bu məlum növdədir. Məlum. Aha, dəlalət edir məlum növdədir. Göstərildiyi məsul növdədir. Burada qayıdış növ feil yoxdur ümumiyyətlə çıxıram. Şəxsə kəmiyyətə görə dəyişməyən feillər eyni cümlə üzvü vəzifəsindədir. Gördüyünüz kimi feili demək feili sifət tərkibi işləmişdir. Birində tamamlıq, birində təyindir. Çıxıram. Eyni deyil. Feilin bütün təsriflənməyən formalarına aid nümunə işlənmişdir. Gördüyünüz kimi feil sifət var burada. Məsdər feili bağlama tərkibi yoxdur. Ümumiyyətlə tərkibsiz də yoxdur heç. Feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir.
Feillərin hər biri dediyi üçün burada artıq təsriflənən feillər də nəzərdə tutulur. Ona görə yeni də çıxıram. Cavab qalır A variantı.